YouTube'dan canlı yayımdayıq. Elnurla Nərmin. Nərmini gördük. Salamlar olsun hamıya, bütün xalqımıza. Bu əlləri görürsünüz, heç vaxt ayrılmayacaq. Ayrılmayacaq, bu əlləri heç kim də ayıra bilməyəcək. Ayıra ancaq Allah ayıra bilər bu əlləri. İnşallah. O kadar. Sizin istəyiniz, istəyirsiniz ki, toyunuz olsun. Bəli. O arzunuzu dilə gətirin. Burada da tamaşaçılarımız YouTube'da da eşitsinlər. İnşallah toyumuzdur. Bəzi çatışmamazlıqlarımız var idi. Üst tutduq Xoşgədəm xanıma. Sağ olsun ki, bizi boş qaytarmadı. Boş qaytarmadı Şad və olduq. bizə mənəvi dəstək oldular. Bəli. Və xalqımızdan da bunu gözləyirəm, insanlardan da bunu gözləyirəm. Biz artıq bir ayrılmaz ailəyik, Bəli. bir-birimizi çox sevirik. Bəli. Bütün insanlara, bütün xalqımızın gənclərinə, gənc ailələrə də bir-birlərini çox sevməyi tövsiyə Bəli, edirəm. bizi kimi xoşbəxt olmalarını arzu Evlad edirəm. sahibi olmalarını arzulayıram və hamıya şadlıq, toy, büsat, xoşbəxtlik, əmin-amanlıq dua edirəm Allahdan, arzu edirəm Allahdan. Tanışdığınız harda baş tutdu? Harda görmüsünüz siz? Bakıda. Kim kimi gördü Bakıda. birinci? Kim kimi birinci gördü? Əslində mən xəbər eşitdim, onu çağırdım, gəldi, görüşdü. Bir ay müddətində, ay yarım müddətində o mənə xəstə kimi qulluq elədi, baxdı. Mən ona bir ay maaş verdim. Hətta maaş da verdi sizə. Bəli. Ondan sonra istəmədi. Dedi, Bəs etirafı birinci kim elədi? mən. Sevgisini. Mən. Siz dedi. Bəli. Və sizin reaksiyanız necə oldu? İlk dəfə deyəndə ki, Elnur sizi Düzdür, sevdiyini biraz Bu deyəndə. qaldı. Tutuldum amma yox, peşman deyiləm. Həmən həmən Cavab dəqiqə cavab verdim. verdiniz, Yox, yoxsa bir həftədən fikirləşdiniz? sonra. Bir 9 həftə. gündən sonra. 9 gündən sonra. Görürsünüz, Elnur daha günləri sayıb, axı o günləri sayıb ki, neçə gün. Çünki etirafı özü eləyir bax ona görə. Sonra siz də fikirləşdiniz bu 9 gün ərzində. Gəldi Fikirləşdim, mənə cavab dedim. verdi. Dedi, əgər sənin mənimlə tam şəkildə dövlət kəbini ilə, dini kəbinlə, rəsmi şəkildə evlənmək fikrin varsa, mən sənin əlilliyinə baxmayaraq səndən həyat quracam, səndən ailə olacam. Amma gərək sən Allahın qarşısında söz verəcəksən ki, ölənə qədər mənim əlimi buraxmayacaqsan. İnşallah heç Mən də buraxmayacaq. ondan onu istədim və bu əllər birləşib bir daha ayrılmamaq ümidi ilə, ayrılmamaq şərti ilə inşallah 3 ildir də arzuladığımız toyu bu ayın 17-si reallaşdırmaq İnşallah. Deməli 3 ildə artıq siz rəsmi olaraq evlisiniz. Bəli, bir evlad Tanışdığınız amma ondan